Salam şagirdlər, bu videoda Güvən 8-dən KSG 8-in A və B variantının bütün testlərinin izahına baxacağıq. Videoların davamı üçün kanala abunə olmağı, bəyənməyi yazmağı unutmayın. KSG 8-in A variantının birinci sualından baxaq. Bizə deyir, uyğun tərəflər nisbəti 2 dənə üçbucaqlı uşaqlar. Tərəflərin nisbəti 1-in 2-yədir. Bura 1-dir, bura 2-dir. Və bunlar oxşardılar. Bizə deyir, oxşar üçbucağın perimetrlərin nisbətini tapın. Bu olsun P1, bu olsun P2 tutaq ki deyir. Biz bilirik ki, tərəfin bir-birinə nisbəti, yəni tərəflərin bir-birinə nisbəti perimetrlərin bir-birinə nisbətinə bərabər, o da bucaq əmsalına bərabərdir, düzdürmü? İndi gəlin tərəflər nədir? 1-in 2-yədirsə əgər, onda P1-in P2 olan perimetrlərin nisbəti olacaq, P1-in P2 olan nisbəti olacaq, 1-in 2 olan nisbəti. Cavabımız olar A variantı. İkincidə isə iki oxşar üçbucağın perimetrləri cəmi, baxın uşaqlar, 2 dənə oxşar üçbucaqdır. Bunlar bir-birinə oxşardır. Bunun perimetri 1 olsun, bunun perimetri 2 olsun. Deyir ki, perimetrlər cəmi, yəni P1 ilə P2-nin cəmi 60-dır. Və oxşarlıq əmsalı, yəni nə? K2-dir oxşarlıq əmsalı. Bu üçbucağın perimetrləri fərqini P1 çıx, P2-ni soruşur bizdən. Necə tapa bilərik uşaqlar? Baxın, biz bilirdik ki, P1-in P2-yə olan nisbəti bucaq əmsalına bərabər idi. Düzdürmü? Bucaq əmsalımız 2 olduğu üçün, deməli P1-in P2-yə olan nisbəti olacaq 2. Buradan biz alırıq ki, P1 bərabərdir, məxrəcinə 1 yazıb çarpaz vursuq, 2 dənə P2 olur. P1 əgər 2 dənə P2-dirsə, gətirib bunu burada yerinə qoysaq, nə alarıq? P1-in əvəzinə qoyuram. 2 dənə P2, üstə gələk P2 bərabərdir 60. Buradan alıram 3 dənə P2 bərabərdir 60-sa, onda P2-ni alıram 60 bölü 3, 20. Əgər P2 20-dirsə, bu 20-dirsə, buna nə qalır? 60 çıxar 20, 40. Onda P1 də 40-dır. Bizdən nəyə soruşur? P1 çıx P2-ni. P1-dən P2 çıxsaq, P1 40-dır, P2 də 20-dir. Çıxsam qalar 20. Deməli, perimetrlər fərqi olar 20 cm. Üçüncüdə isə şəkilə əsasən x-i tapın. Deməli, uşaqlar, bucağı kəsən paralel xətlər verilib. 3 dənədir, düzdürmü? 3 dənə, bəli. Deyir ki, bu buna paralel, bu da buna paralelliyi göstərir də. Bura x-dir, bura 15-dir. Bura 10-dur, bura isə 15-dir. Deyirdik ki, bucağın hər iki tərəfini kəsən düz xət digər düz xəttə paraleldirsə, onda o birinə də paraleldir. Bunlar oldu bir-birinə paralel, bu heç. Bu tərəfimiz uşaqlar 12-dir, 15 deyil. Deməli, x-in deyə bilərik 10 olan nisbəti bərabərdir 12-nin 15 olan nisbətinin. Çarpaz vursaq 15x bərabərdir 12 vuraq 10. X bərabərdir 12 vur 10 böl 15. 5-ə xüsəlləsək hər tərəfi, burada qalır 3, 2. 3-ə xüsəlləsək 4, 4, 2, 8. Deməli, bu x nə olacaq? 8 cm. Cavabımız olar C variantı. Sual 4-də isə sahələrin nisbəti, yəni S1-in S2 olan nisbəti 1-in 4-dədir. Olan iki oxşar çoxbucağının olan iki oxşar çoxbucağının tərəflər nisbətini tapın. Uşaqlar, biz bilirik ki, tərəflər nisbəti sahələrin nisbətindən kvadratı qədər kiçikdir. Yəni, bunun kvadratı bərabər sahələrə. Onda A1-in A2-yə olan nisbətinin kvadratı bərabər olacaq 1-in 4 olan nisbəti. Onda A1 bölü A2 nə olar? Nəyin kvadratı 4-də 1-də, 2-də 1-in? Onda A1 böl A2 olar 1-in 2 olan nisbəti. Cavabımız olar A variantı. Daha sonra baxaq 5-ci suala. Deyir, ABC üçbucağında AD tənbölən ABC üçbucağında AD
tən bölən. Bunlar bir-birinə bərabər. Tən bölənli. AB 8, bura 8'dir. AC 10'dur. BD 4'dür. DC'nin bura x. Uşaqlar tən bölənin xassəsindən istifadə edək. 8'in 4 olan nisbəti 10'un x olan nisbətinə bərabər idi. Düzdürmü? Onda nə alırıq? Çarpaz vursaq 8x bərabərdir 40, x bərabərdir 5 cm. Yəni DC bərabərdir 5 cm. Cavabımız C variantı olar. 6-cı sualda isə yenə uşaqlar bizə üstbucaq verib DY isə ABC üstbucağında oturacağı, yəni AC-yə paraleldir. Deməli, DY-nin AC-yə paralel olduğunu deyib bilirik. Bizə deyir ki, AD-nin DB-yə olan nisbəti 2-nin 5-ədir. AD-nin, AD haradır? Aha, bura 2K-dır, deyək. DB-yə, burada 5, 2-nin 5-ədir. Aha. DY deyir, DY haradır DY? Aha, bura 15 cm-dir. Bizdən AC-ni tapın deyir. Uşaqlar, bu bucaq ilə bu bucaq bərabərdir. Bu bucaq ilə bu bucaq bərabərdir. Bu da hər ikisində ortaqda, bunu bilirik. Deməli, bir üst bucağın, lap iki bucağın gibi, iki bucağı, digər bucağın iki bucağına bərabərdirsə, onda üst bucaqlar oxşardır. Onda uyğun tərəfləri nisbəti bərabərdir. Gəlin buradan götürək, böyük üst bucaqdan götürək. 2K, 5K, nə 7K, yəni AB tərəfi. 7K'nın 5K'ya olan nisbəti, yəni böyük üst bucağın, kiçik üst bucağın AB tərəfinə olan nisbətinin AB-nin olduğu DB-yə olan nisbəti bərabərdir. Böyük üst bucağın AC tərəfinin, yəni oturacağının, kiçik üst bucağın oturacağının olan nisbəti, 15 olan nisbəti. Burada K'ları atsaq, ixtisar getsə, qalar nə? 5x bərabərdir. 7 vur 15. Onda x bərabərdir. 5'ə bölsək, qalırsa 3 vuraq 7. 21 cm. Cavabımız olar A variantı. Daha sonra 7-ci sualda isə deyir, üstbucaq ABC-də yenə uşaqlar üstbucaq verib bizə. A, B, C-də D nədir? AC-yə paraleldir. AD deyir 3'dür. Bura 3'dür. DB 6'dır. Bura 6'dır. AC 15'tir. Bizdən D-nin x-i soruşur. Uşaqlar yenə baxın. Bununla bu. Bunlar. Bax, bu bucağla bu bucaq bərabərdir. Bu bucaqla bu bucaq bərabərdir. Bu da hər ikisində ortaqdır. Onda belə başa düşürük ki, A, B, C üçbucağı oxşardır. D, B, C bucağına oxşardır. Oxşarlıqda onda uyğun tərəflərin nisbəti bərabərdir. ABC üçbucağından birini başlayırıq. AB tərəfi neçədir? 3 ilə 6-nın cəmi 9'un DB-yə olan nisbətinə, 6'ya olan nisbətinə bərabərdir. Böyük üçbucağın otacağının 15'in, kiçik üçbucağın otacağının nisbəti x olan nisbətinə çarpaz vursa 9x bərabərdir 90, yəni 6 var 15, x bərabərdir alırıq 10 cm. Cavabımız olar DY oldu 10 cm. Yəni D variantı. 8-də isə deyir ki, bərabər tərəfli üstbucağın ağırlıq mərkəzindən bərabər tərəfli üstbucağımızı çəkək. Bu olsun onun ağırlıq mərkəzi. Ağırlıq mərkəzi bilirdik də medianların kəsişmə nöqtəsi idi. Ağırlıq tərəfinə qədər olan məsafə 6 köktəşdir. Uşaqlar, məsafə deyirsə, biz onu bu tərəfə çəkə bilmərik. Çünki bu tərəf 90 dərəcə ola bilməyəcək. Düzdürmü? Ona görə nə edəcəyik? Biz onu çəkəcəyik aşağı bu tərəfə. Bu olacaq 90 dərəcə. Burada deyir neçə? 6 kökdə 3'dür. Biz bilirik ki, median təpədən başlayaraq 2/1 nisbətində bölür, düzdürmü? Bura 6 kökdə 3 isə, bura neçə olacaq? 12 kökdə 3 düzdür. Bura çünki 2K'dır, bura 1K'dır da 2/1 nisbətində bölür, ona görə. İndi nəyi tapdıq? 6 kökdə 3. Bütöv oldu neçə? Hündürlük də bu bütöv. Oldu hündürlük nə? 12 kökdə 3. Üstəgəl 6 kökdə 3. Bərabər 18 kökdə 3.
Bərabər tərəfli olduğu üçün bütün bucaqların 60 dərəcə olduğunu bilirik. Bura 30'dur, burada 30. İndi nəyi tapırıq? Bizə deyir tərəfini tapın. Bütün tərəflər zaten bərabərdir. Deyirdik ki, 60 dərəcəli bucaq qarşısındakı katet, yəni bu 18 kökdə 3, digər katetdən, yəni buradan, A-dan, kök hətta 3-də böyüdür. İndi biz A nədir ki, onu kök hətta 3-ə vursa, 18 kökdə 3 eləməlidir. Deməli, A özü 18-də. Bura 18-dirsə, burada təbii ki, yarı bölübdə. Burada 18-dir. Onda bütöv tərəf neçə oldu? 36. Cavabımız olar C variantı. 9-cu sualda isə 1-4 nisbətində olan 2 natural ədədin həndəsi ortası, deməli 1-4 nisbətində olan 2 natural ədədin həndəsi ortası 6-dır. Həndəsi ortası 6-dır. Olarsa bu ədədlərin böyüyünü tapın. Biri olsun 1K, biri olsun 4K. Bunların hasili deyir ki, yox, bizə sənə olan 2 natural ədədin həndəsi ortası. Həndəsi ortası nəyə bərabərdir? Bunların hasili bərabərdir 6'nın kvadratı eləməlidir. Düzdürmü? Həndəsi ortası deyil 6 olarsa bu ədədlərin böyüyünü tap. Deməli 4K kvadratı bərabər 36-dırsa, K'nın kvadratı bərabər 36 bölü 4, 109. Onda K bərabər tapılır 3. Biri 1K idi, biri 4K idi. İndi K 3-sə, kiçiyi olacaq 3 vur 1, 3. Böyük olacaq 3 vur 4, 12. İndi bizdən böyüyün soruşur, kiçiyin soruşur. Böyüyün tapın. Cavabımız olar B bəndi. 12. Daha sonra 10-cu sualda isə düzbucaqlı üçbucaqda düzbucaq təpəsindən hipotenoz çəkilən hündürlük. Baxın, düzbucaqlı üçbucağı belə çəkək. Düzbucaq təpəsindən çəkilən hündürlük onu 3 və 9 sm hissəyə bölürsə, bura 3'dür, uşaqlar, bura 9'dur. Düz bucaq təpəsindən çəkildiyinə görə hündürlük biz bilirik ki, bura h-dır. H-ın kvadratı digər ayırdığı hissələrin hasilinə bərabərdir. 3 ilə 9'un hasilinə bərabərdir. Burada h-ı tapırıq. 3 kökdə 3. Hələ heç bilmirik nəyi soruşur, tapırıq. Bölərsə, kiçik katetin uzunluğunu tapın. Deməli, h-ı tapdıq. Neçə uşaqlar? 3 kökdə 3. Kiçik katet nə olacaq? Bununla bunun cəmi olar da bu böyük düzbucağın kateti burada axı. Onda A-nın kvadratı bərabərdir. 3'ün kvadratı ilə 3 kökdə 3'ün kvadratları cəmi. Bu A-nın kvadratı bizə nə verər? 9 üstə gəl 27. Onda A-nın kvadratı 36-dırsa, onda A özü neçədir? 6'dır. Deməli, kiçik katet 6 santimetrə bərabərdir. Cavabımız yine B variantı olar. 11-ci sualda isə deməli ABCD trapesiyası verilib deyir. Trapesiyasında SBOS deməli BOCAD verilib bizə. Deyir BOC'nin sahəsi 18'dir. BOC bərabərdir 18 kvadrat santimetr. Belədir. Deyir ki, AOD-ni tapın. AOD-ni tapın. Bura 18'dir. Bizdən buranı soruşur. Və bizə nəyi verib? Buranı 4, buranı isə 3 olduğunu verir. Olarsa şəklə əsasən AOD-ni tapın. Baxaq. Uşaqlar, bu üç bucaqların, baxın, trapesiyanın deyirik ki, oturacaqlar bir-birinə paraleldir. Onda BC ilə AD nədir? Paraleldir. Paraleldirsə, onda bu bucaqla bu bucaq nədir? Daxili çarpar bucaqlar bir-birinə bərabər. Bu bucaqla da bu bucaq nədir? Qarşılıqlı bucaqlar bir-birinə bərabər. Onda belə bir şey aldıq, oxşarlıq. Mən aldım ki, BOC üçbucağı ilə DOA üçbucağı oxşardır. Oxşarlıqdan onda belə bir nəticəyə gəlirəm ki, onların tərəfləri və sahələrin nisbəti bərabər olmalıdır. Tərəflərin nisbəti 3'ün 4 olan nisbəti-nin kvadratı, tərəflərin kvadratları, nisbətlərinin kvadratları sahələrin nisbətinin nisbətinə bərabər olmalıdır. Yəni 18'in S-ə olan nisbətinə. S də bura deyirəm.
Alıram burada 9 bölək 16 bərabərdir 18 bölək S. Buradan çarpaz vurub S alsam, nə eləyəcək? 9S bərabərdir 16 vur 18. S bərabərdir 16 vur 2. Eləyəcək 32 kvadrat santimetr. Deməli, AOD-nin sahəsi nə olar? Cavabımız olar B. 32 kvadrat santimetr. Sonra 12-də isə bizə yenə trapesiya verilib. Biraz piyada bol. Buradan bir AC düz xətt çəkilib. ACB D trapesiyasıdır. Deməli deyir ki, burada bu bucaq ilə bu bucaq bərabərdir. Yəni ABC bucağı ilə ACD bucağı bərabər olarsa şəkil əsasında AB-ni tapın. Bura 8-dir, bura 12-dir, bura isə 15-dir. Bizdən nəyi soruşur? AB-ni, buranı soruşur. Uşaqlar baxaq. Bu bucaqla bu bucağın daxili çarpaz bucaq olduğunu bilirik. Bir-birinə bərabər. Bir üst bucağın iki bucağı uyğun olaraq digər bucağın iki bucağına bərabər olduğu üçün bu üç bucaqlar oxşardır. Oxşardırsa onda tərəflərin nisbəti bərabərdir. Yəni BC-nin AC-yə olan nisbəti bərabər olacaq AB-nin DC-yə olan nisbətinə. Yəni 8-in 12 olan nisbəti bərabər olacaq X-in 15 olan nisbətinə. Çarpaz vursaq 12x bərabərdir 8 vur 15, yəni 120. X bərabər 120 böl 12 eləyəcək 10 santimetr. Deməli AB tərəfimiz oldu nə? 10 santimetr. Cavabımız olar A variantı. Keçək B variantı. Baxaq birinci sualdan. Uşaqlar, uyğun tərəflərin nisbəti bilinir. 3-ə olan oxşar çoxbucaqların perimetrlərin nisbətində. Uşaqlar, birinci sualda. Biz bilirik ki, tərəflər nisbəti perimetrlər nisbəti ilə bərabərdir. O da bucaq əmsalına bərabərdir. Düzdürmü? Deməli, tərəflər nisbəti nədir? A-nın A1 olan nisbəti deyir 1-in 3-ədir. Biz onda bilirik ki, perimetrlər nisbəti də ona bərabərdir. Yəni 1-in 3-ədir. Cavabımız olar A variantı. Daha sonra ikinci sualda isə iki oxşar üçbucağın perimetrləri cəmi. Uşaqlar P1 ilə P2-nin cəmi 2 dənə oxşar üçbucaqdır. 48. Gəlin iki oxşar üçbucaq çəkək. Bu olsun P1, P2. Təsvir edin ki, bunlar bir-birinə oxşardır. Aha. Və perimetrlər cəmi 48-dir. Və oxşarlıq əmsalı, yəni K nə idi? P1 böl P2 də, düzdürmü? Deyir neçədir? 2-dir. Nə gözəl. Buradan alırıq P1 bərabərdir 2 dənə P2. Bunu yadımızda saxlayırıq. Qalır. Buradan perimetrlər fərqini bizdən P1 çıx P2-ni sorur. Necə tapacağıq? Baxaq. P1 2 dənə P2-dirsə gətirib bunu yerinə qoysa, P1 əvəzinə 2P2 yazacağım. 2P2 P1-in əvəzinə yazdım. Üstə gələk P2 bərabərdir 48. Alıram 3 dənə P2 bərabərdir 48 isə, onda P2 nə olar? 16, yəni 48 böl 3. P2-ni tapdım. Bu 16-dırsa və buna nə qalar? 48-dən 16-nı çıxaram, qalar 32. Onda P1 olar 32. Onda məndən nəyi soruşur? Fərqin. Tapıram, yerində tapıram. 32 çıxaq 16 bərabərdir 16 santimetr. Cavabımız olar D variantı. Bu ikinci sual. Keçirik üçüncü suala. Deyir şəkilə əsasən x-i tap. Bir, iki. Bu uşaqlar nə idi? Fales teoremi idi. Deyir, bucağın tərəflərini kəsən paralel düz xətlər bu bucağın tərəfləri üzərində mütənasib parçalar ayırır. Və bizə nə verib? Deyir, bura x-dir, bura 15-dir, bura
12'dir, bura 18'dir. Və biz bilirik ki, mütənasib açı x-in 12 olan nisbəti bərabərdir 15-in 18 olan nisbətinə. Çarpaz vursaq 18x bərabər 12 vur 15 neçə eləyər? 150, o da 30. 180 edər. Onda x bərabər 180 böl 18 eləyər 10 santimetr. Cavabımız olar. Neçənci sual dedik? 3-cü sual var B bəndi. 4-cü sualda isə sahələrin nisbəti, yəni S1-in S2 olan nisbəti 1-in 9-adır. Olan çox uzanın tərəflərin nisbətini tanım. Uşaqlar, sahələr nisbətinin tərəflər nisbətinin kvadratına bərabər olduğunu bilirdik. Həmçinin bucaq əmsalının kvadratına bərabər olduğunu bilirdik. İndi 1-in 9 olan nisbəti deyir A1-in A2 olan nisbətinin kvadratına bərabərdirsə, onda A1 bölü A2 nəyə bərabər? Nəyin kvadrat 9-a bilir? Təbii ki, 3-1-in. Deməli, tərəflər nisbəti olacaq 1-in 3-ə. Cavabımız olar B. 5-ci sualda isə ABC üçbucağında AD tənbölər. Baxaq. Bu olsun AD və tənbölsün. Bucağımızda tənbölsün. BAC bucağında tənböləm. Aha. Deyir ki, AB 8-dir. Bura 8. AC 12-dir. BD 6-dır. DC-ni tapın. Burada x. Uşaqlar, tənbölənin xassəsi tərəflərin nisbəti bərabər olmalıdır. 8-in 6 olan nisbəti 12-nin x olan nisbətinə bərabər olmalıdır. Çarpaz vursaq 8x bərabərdir. 6 vuraq 12, yəni 72. X bərabər 72 bölü 8 eləyəcək 9 cm. DC məsafəsi 9 cm-ə bərabər olur. Cavabımız D variantı. 6-cı sualda isə yenə bizə üçbucağı verib A, B, C, bu da D-yi düz xətti verib ki, hansı ki o D-yi düz xətti paraleldir nəyə? AC-yə. Nə gözəl. Paraleldir. AD-nin DB olan nisbəti AD-nin DB olan nisbəti 1-in 3-ədir. Bura 1K-dır uşaqlar, bura 3K-dır. Bir-birinin nisbəti 1-in 3-ədir. D-yi 15-dir və bizdən AC-ni soruşur. Neyəcəyik? Bu bucaqla bu bucaq bərabərdir uşaqlar. Bu bucaqla da bu bucaq bərabərdir. Bir üçbucağın iki bucağı uyğun olaraq digər üçbucağın iki bucağına bərabərsə, onda o üçbucaqlar BD üçbucağı oxşardır nəyə? BAC üçbucağına oxşardır. Oxşarsa onda tərəflərin nisbəti bərabərdir. Yəni 3K-nın 15 olan nisbəti bərabər olmalıdır. Bax, bütöv tərəfin 4K-nın x olan nisbətinə çarpaz vursaq, bu K-ya bölsəm hər tərəfi K-lar gedəcək zaten. Aracıq 3K bərabərdir 15 vuraq 4. K bərabərdir 60 böl 3 eləcək 20 cm. Cavabımız olar A variantı 20 cm. 7-ci sualda isə yenə uşaqlar eyni sualdır. Baxaq. Burada sadəcə nisbət verməyib. Bura deyir 4-dür, bura 2-dir, bura x-dir, bura 12-dirsə bizdən D yeni soruşur. Neyəcəyik? Yenə bax, bu bucaqla bu bucaq bərabərdir, bu bucaqla bu bucaq bərabərdir. Onda uyğun tərəflərin nisbəti 4-ün x olan nisbəti, yəni kiçik üçbucağın tərəflərinin nisbəti bərabərdir. Böyük üçbucağın tərəfləri, bu tərəfin, yəni 6-nın 12 olan nisbətinə çarpaz vursaq, 6x bərabərdir 12 vur 4, x bərabərdir 2 vur 4 eləyər 8 cm. Cavabımız olar C variantı. 8-ci sualda isə bərabər tərkib sularının ağırlıq mərkəzindən gəlin bərabər tərkib sularımızı tapaq. Bu olsunun ağırlıq mərkəzi bilirdik ki, nə idi? Medianların kəsişmə nöqtəsi idi. G nöqtəsi deyildi ona. Deyir ki, ağırlıq mərkəzi tərəfinə qədər məsafə, yəni baxın, bu G nöqtəsindən bu K deyir. GK məsafəsi nədir deyir? 4 kökdə 3-dür. Biz bilirdik ki, median təpədən başlayaraq 2 və 1 nisbətində bölünürdü. İndi 1K.
Bura 1K 4 kökdə 3-dürsə, 2K nədir? Bura 8 kökdə 3-dür. Bura 60 dərəcədir. Biz deyirdik ki, indi deməli hündürlüyümüzü tapmışıq. Nə olub? 8, 4, 12 kökdə 3-dür santimetr. Bu hündürlüyümüz var. İndi 60 dərəcə bucaq qarşısındakı katet, yəni tutaq ki, BK kateti, bax BK katet yazıram bura. BK bərabərdir 12 kökdə 3. Ən yaxşısı. Bu haşlı silim ki, çaşbaşlıq qalmaz. İndi 60 dərəcə bucaq qarşısındakı BK kateti digər bu katetin, yəni x-in kök hətta 3 mislinə bərabərdir. Kök hətta 3 misli x-in deyir 12 kökdə 3 etməlidir. Onda x sözü nədir? Bölsəm taparam 12 cm. X 12-dirsə bu bərabər tərəflər üçün hündürlük yarı bölüb. Median yarı qarşı tərəfi yarıya bölüb. Bura 12-dirsə burada 12-dir. Bütün bizdən tərəfi soruşurlar 24 cm. Cavabımız B variantı olar. Növbəti deməli 9-cu sual gəlir. Yox. 1-in 4-ə nisbətən olan 2 natural ədədin. Uşaqlar 2 natural ədəd, biri 1K-dır, biri 4K-dır. Düzdür? Bunların həndəsi ortası, yəni 1K ilə 4K-nın hasili həndəsi ortası 8 olursa nə idi? Həndəsi ortanın kvadratı eləməli idi, düzdürmü? Burada alırıq 4K-nın kvadratı bərabərdir 64. K kvadratı bərabərdir 16. Buradan K-nı alırıq, 16-dan kök çıxarsaq qalar 4. Deməli biri 4 imiş, bir də 4 4-ün 16 imiş. Bizdən nəyə soruşur? Bu ədədlərin böyüyünü tapın. Cavabımız olar B variantı. Neçə? 16. 10-cu sualda isə düzbucaqlı üçbucaqda düzbucaq təpəsindən hipotena çəkilən hündürlük. Bu olsun düzbucaqlı üçbucağımız uşaqlar. Düzbucaq təpəsindən çəkilən hündürlük də olsun bu. Biz bilirik ki, düzbucaq təpəsindən çəkilən hündürlük böldüyü tərəflərin həndəsi ortasıdır. Yəni hansı tərəfləri bölüb? Deməli, çəkilən hündürlük onu 2 və 6 santimetrlik hissələrə bölüb. Kiçik katetin uzunluğunu tapın deyir. Buranı tapın soruşur. Necə tapacağıq? Biz bilirik ki, hündürlük nədir? Böldüyü hissələrin həndəsi ortasına bərabərdir. 2-nin 6-nın arasında bərabərdir. Buradan hündürlüyü alırıq 12. Deməli, nə? Kök hətta 12. Bura oldu kökdə 12. İndi bu kateti tapmaq üçün neyəcəyik? Bununla bunun kvadratları cəmini tapacağıq. X-in kvadratı bərabərdir 2-nin kvadratı üstəgəl kökdə 12-nin kvadratı. Bu bizə verir x-in kvadratı bərabərdir 4 üstəgəl 12. X-in kvadratı əgər 16 olarsa, onda x sözü nə olar? 4 olar. Deməli, kiçik katetimiz 4 cm-ə bərabər imiş. Cavabımız C variantı. 11-ci suala baxırıq uşaqlar. Diqqət edin yenə. Deməli, belə bir trapesiya verilib. B, C, A, D. Diagonallarımız da verilib. Bu da O'dur. Bu onu biraz buradan yazaq oldu. Aha. Diqqət edin uşaqlar. Bura deyir 4'dür. Bura 4'ü silim. Bura 4'dür. Böyük oturacaq isə 5'dir. Bizə deyir ki, B o C'nin sayısı deyir 48'dir. Bizdən buranı soruşur. S yazalım. Bu S'i soruşur. Necə taparıq? Uşaqlar bilirik ki, bu bucaqla bu bucaq daxili çarpazdır. Bununla da bu nədir? Qarşılıqlı bucaqlardır. Onda B, O, S bucağı oxşardır. Oxşardır. D, O, A bucağına. Oxşardırsa onda tərəflərin nisbəti sahələrin nisbətindən deməli, tərəflərin nisbəti sahələrin nisbətindən bir kök dəfə kiçikdir. Onda nə edəcəyik? Yazacağıq ki, tərəflərin nisbəti 4-ün 5-i olan nisbəti bərabərdir. 48-in S olan nisbəti, amma tərəflərinin kvadratları nisbəti bərabər olmaz sahələrin nisbətinə. Onda biz burada nə alırıq? Çarpaz vursa, gəlin birini tapa hesablayaq. 16-nın 25 olan nisbəti bərabərdir 48-in S olan nisbətinə. İndi çarpaz vura bilərik.
Deməli 16s bərabərdir 48 vur 25. Biz burada s bərabərdir. Bunu böləcəyik 16-ya. 16-ya bölündə 48 qalır 3 vuraq 25 qalır 75 kvadrat santimetr. Deməli böyük sahəmiz 75 kvadrat santimetr imiş. Cavabımız C variantı olar. 12-də isə ABCD trapesiyasında yenə uşaqlar bizə trapesiya verib. A, B, C, D trapesiyasında bir dənə AC diagonalı çəkilib. Bizə deyir ki, ABC bucağı, yəni bu bucaq, alfa tutaq ki deyək, bərabərdir ACD-yə. Bu bucağa bərabərdir. Nə gözəl. Onda biz bilirik ki, bununla da bu nədir? Daxili çarpaz olduğu üçün bir-birinə bərabərdir. Buranın 8, buranın isə 12 olduğunu bizə verib, bizə deyir adını tapın. Buranı soruşur. Necə tapacaq uşaqlar? Gəlin belə edək. Biz bilirik ki, bunlar oxşar. Bu üçbucaqla, bax bu üçbucaqla, bu üçbucaq oldu oxşar. Oxşar sonra tərəflərin nisbəti bərabərdir. Tərəflərin nisbətini nə ilə götürək? Deməli, 8-in 12 olan nisbəti, baxın, tərəflərin nisbəti, bax, BC-nin götürdüm, AC-yə olan nisbəti bərabər olmalıdır. AC-nin yenidən, yəni 12-nin AD-yə olan nisbətinə, X-ə olan nisbətinə. Burada alıram nə? 8x bərabər çarpaz vurduda 144, x bərabərdir 144 bölü 8. Düşər bir dəfə 64-ü 8 dəfə. 18 cm. Onda AD məsafəsi 18 cm bərabər imiş. Cavabımız olar B variantı. Bu qədər uşaqlar. Növbəti videoda görüşərik. Allah amanında.